Azərbaycan media nümayəndələri Özbəkistanda səfərdədir. Səfər çərçivəsində jurnalistlər kütləvi informasiya vasitələri üçün kontent hazırlama mərkəzi və digər məkanlarda olub. Media turda Azərbaycanın aparıcı media qurumlarının 20 nümayəndəsi iştirak edir. Onların arasında ATV Xəbərin əməkdaşı Mələk İnqilablı da var. Mərkəzi Asiyanın qədim sivilizasiyalar beşiyi 37 milyondan çox insanın yaşadığı Özbəkistan. Dənizə çıxışı olmayan, üstəlik dənizə çıxışı olmayan dövlətlərlə əhatələnən dünyadakı iki ölkədən biri. Səmərqənddən Buxarıya, tarixi İpək yolunun izlərindən müasir iqtisadi və nəqliyyat layihələrinə qədər bugün Özbəkistan Mərkəzi Asiyanın ən mühüm mərkəzlərindən biridir. Azərbaycanla bu ölkəni isə ortaq tarixi, bağlar, qardaşlıq əlaqələri və mədəni dəyərlər birləşdirir. Bugün Azərbaycanla Özbəkistan arasında siyasi etimad və strateji tərəfdaşlıq əlaqələri daha da möhkəmlənir. İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq istiqamətlərindən biri də mediadır. Səfər zamanı azərbaycanlı jurnalistlər media, sosial şəbəkələr və rəqəmsal platformalar üçün kontent hazırlanması, media sahəsinin inkişafı, media nümayəndələrinin peşəkar ixtisasının artırılması və Özbəkistanın beynəlxalq imicinin təbliği istiqamətində həyata keçirilən dövlət layihələri, o cümlədən Özbəkistan Prezident Administrasiyasının kütləvi informasiya vasitələri üçün kontent hazırlama mərkəzinin fəaliyyəti ilə tanış olublar. Daha sonra mərkəzin aparıcı xarici tərəfdaşlarla birgə həyata keçirdiyi beynəlxalq layihələrə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, təşkilat media ilə işləmək üçün materialların hazırlanması və əlaqələndirilməsi ilə məşğul olunur. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri həm də mediaya maliyyə və təşkilatı yardım göstərməklə dəstək verməkdir. Özbəkistanın xaricdəki imicinin təbliği mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə xarici media və aidiyyatı dövlət qurumları ilə əlaqələri inkişafına xüsusi önəm verilir. Azərbaycanlı həmkarlarımızla çoxlu sayda birgə layihələrimiz var. Bunlara televiziya verilişləri, həmçinin bədii və sənədli filmlərin birgə çəkilişləri daxildir. Daha sonra media nümayəndələri Milli Uşaq Tibb Mərkəzində olub. Qeyd olunub ki, mərkəz Özbəkistanın ən müasir pediatrik tibb müəssisələrindən biridir. Mərkəzdə 280 çarpayı, 12 stasionar və 10 əlavə xidmət şöbəsi fəaliyyət göstərir. Burada ağır xəstə uşaqların müalicəsində qabaqcıl tibbi texnologiyalardan və minimal invaziv cərrahiyyə üsullarından istifadə olunur. İnfotur çərçivəsində baş çəkdiyimiz növbəti məkanlardan biri Daşkənddə yerləşən Uşaq Milli Tibb Mərkəzi oldu. Mərkəz Özbəkistanın aparıcı və 4-cü səviyyəli uşaq saxlama mərkəzlərindən biri hesab olunur və Özbəkistanda beynəlxalq GCI sertifikatını almış ilk dövlət tibb müəssisəsidir. Onu da qeyd etmək istərdim ki, mərkəzdə pediatriya, eyni zamanda neyrocərrahiyyə, hematonkologiya, urologiya kimi geniş sahələr əhatə olunur. Bura çox şaxəli bir klinikadır. Burada əhaliyə urologiya, kardiologiya, cərrahiyyə, onkologiya və digər xidmətlər göstərilir. Burada həmçinin cərrahiyyə əməliyyatları icra olunur. Tibbi mərkəzdə bu sahələrlə bağlı ixtisaslaşmış kadrlar çalışır. Bura milli mərkəz olduğundan xüsusilə ağır vəziyyətdə olan xəstələr mərkəzimizə qəbul olunur və təcili əməliyyata alınır. Səfər çərçivəsində media nümayəndələrinə Özbəkistanda səhiyyə sahəsində həyata keçirilən layihələr və müasir tibb infrastrukturunun inkişafı barədə də məlumat verilib. Səfər qarşıdakı günlərdə davam edəcək. Mələk İnqilablı, Samir Gülməmmədov, Əhməd Məmmədov, ATV Xəbər, Özbəkistan.